Salam dostlar, mən Kənan Gözlük. Bu günləri Age of Story 2 Komün Sosialist Azərbaycan seriyamıza qaldığımız yerdən devam edirik dostlar. Dostlar, bildiğiniz kimi en son bölümde Türkmenistan ve Özbekistan yarısını ele geçirmiştik ve benim bu seriyadaki bu bölümdeki fikrim, taktikam Güney Azərbaycanı Azərbaycana qavuşturmaqdır. Ona görə dostlar, buradakı başta yığdığımız 34.478 orduyu 478'ini dağıdırıq və Türkmenistan və Özbekistan cəbhəsinə göndərəcəm bu orduları. Ona görə hər cəbhəyə 4000 ordu göndərirəm. İlk hədəf Türkmenistanı tez bir şəkildə almaq, sonra Türkmenistanı aldıqdan sonra da Özbekistan'a hücum etmek. 28.000 ordumuz gelsin, Türkmenistan cəbhələrinə dizilsin. Ve bəli, dizildi. Burası boş qaldı. Ona görə burada 6000 ordunun hamısını bura göndərim. Tez bir şəkildə. Dostlar, mən bu turlar keçdiyim anda kanala like atıp bir də təqib etsəniz mənim üçün çox yaxşı olar. İsrailə gerek yoxdur. Mən hakaret edeyim. Eğer hakaret eləmədən bunlara savaş atsam bizim kolonizasyon, yani bize savaş edilme ihtimali daha da çoxalır ve ben de bunu istəmirəm şəxsən. Eğer belə bir şey olsa bize Rusya ya da İran haberimiz olmadığı bir anda bize hücum edə bilərlər. Önce bütün torpaqları istedim. 3 tur sonra müharibəmiz başlayır dostlar. Ve başladı bəli. Şimdi 2000 ordu bura. 2000 ordu bura. Paytaxtda eyni cəbhələrin qarşılarında eyni orduları göndereceğim dostlar, yani bir fərq olmayacaq. Və bütün cəbhələrdə də yəni uğur qazanmağı gözləyirəm. Bir paytaxt düşdü, bəli. Paket oldular. İki əyalətləri qalmış paket oldular. Və mən Türkmenistanın tüm torpaqlarını özümə alacağım. Türkmenistan dövləti artıq tamamen Azərbaycan Komünist Cumhuriyyətinin bayrağı altındadır. Və mən də yine ordular qalacaq. Orada da Özbekistan torpaqları cəbhəsinə göndərəcəm qalanlarını. Bəli. Diplomasi. Mən birinci assimilyasiyon işlemleri gerçekleştireyim. Bəli. İndi mən tez şəkildə Özbekistan hökumətinə hakaret edeyim birinci. Bizim barışımız hələ də sürür 6 tur sonra. Biz bunlara müharibə elan edə biləcəyik. Lap yaxşı, çox gözəl. 6 tur yani gözləyəcəyik. 6 tur gözləyəcəyik. Və artıq müharibə elan edə bilərik. Qəbul etmədilər. 2 tur sonra hücum başladıq və bəli, hücum başlatdıq. Yine biz bunu Türkmenistan kimi tez bir zamanda alacağımı fikirləşirəm yəni. Türkmenistan bizə dözəmədisə Özbekistan heç dözə bilməz. Yine ordularımı göndərirəm. Paytaxta yer alsaq Özbekistan düşdü. Aha, paytaxta almadan da Özbekistan düşdü və orduların bizim bir tane teknoloji puanı gelip teknoloji puanını da araştırmaya vereceğim yine ve araştırmayı burada fullleyeceğim. Olabildiğince çok dukat pulumuz var. 1.642.000 dukatımız var. Yine biz barış imzalayaq Özbekistan dövləti tüm torpaqlarını alaq tabii ki də. Və bəli, aldıq. Dostlar, indi mən dediyim kimi İran alacağım və siz bana yazmıştınız ki yorumlarda, İran, İsrail ile müttefik olma, get Türkiye ile müttefik ol. Ona göre dostlar, ben burada ittifaklıktan atıram İsrail'e. Ve dostlar, bizimle ittifak olabileceği hangi ülkeler var onu bir değerlendireceğim. Kırgızistan var. Kırgızistan, niye Kırgızistan seçim yani? Hiç, onların zaten müttefiği var. Ben Türkiye'yi almaq istəyirəm arxamda dayaq olaraq. Ona görə onlar da aramı yaxşılaşdırmağa çalışacağım. Rusiya bir müharibə içindədir. Mənə eləcək. Amerika ilə müharibə içindədir. Alaska tərəfdən hücuma keçib. ABŞ amma məni heç ilgiləndirmir. Mənim problemim deyil. Mən öz dövlətimin çıxarlarından fikirləşirəm. Assimilyasiyon işlemlərini gerçekleştirdik. Orduyu yine paytaxta gönderdik. Bütün ordu payitaxta gönderdik ve İran sərhədləri yaxınlıqlarına dizmeye başladım orduları. 877'yi küsuratı çıxardıram ordudan. 32.000 orduyu
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 tane cepheye düzeceğim. Biz bunları indi döyüş atsaq uda bilərmiyik deyə fikirləşirəm və çox düşük ehtimal. Ona görə biraz ekonomik yatırım edək, sonra ordu basmağa devam edək. Araştırmaya verdiğimiz pul bitsin. Daha sonradan yine İran'a hücum başlayacak. Bu kadar yatırım bəs eləyir məncə. Yenisi Türkistan gözləyəcək və İrana hücum edəcək. Türkiyə İranla müharibədədir. Somali adası və Somali ilə müharibədədir. İran bayrağına çox oxşayır deyənə bir an İran olduğunu düşündüm amma İran değilmiş. Davam edək dostlar. Türkiyə ilə ittifaq olma çox düşükdür. Çünki ilişkilər -27-dir. Mədəniyyət gücü -9-dur. Hökumət -15-dir. Hökumət yəni biz komünistik, onlar demokratikdir. Ona görə -15 var orada. İlişkilər -27. -27 değil de -27 düzeltmek olar aslında yani. -27 düzeltmek olar. En azından 50'ye gətirə bilərik deyə fikirləşirəm. Və hesablamamı elədim. Ona görə də full Türkiyə ilə ilişkilərimi gücləndirmək adına Ankara ilə diplomatik görüşmələr keçirəcəm. Bu hələ ordu basmayacağım. Bitir və bitti. Bəli, bitti. Ordu bakımından müsbət bir verək. Biraz pulumuz toparlansın. Yine ordu basmaya devam edeceğim. Ve böyle artık yine ordu basabilirim. Nüfus. ...232. Ben Riyaziyat müəllimə buradan salamlar. 66.000 ordumuz var. 66.000 orduyla bizim İran'ı fəth eləməmiz çox az bir ehtimaldır. Atom bombası, balistik bomba inşa edək. Daha sonrasında İran'a hücum edərik yani. Biraz tur keçək yine. Türkiyə ilə diplomasi görüşmələrimiz necədir? Ona da baxaq. Çin işgal edilmiş. Rusya uzacaq yani her ehtimal. Ve dostlar ittifak olmağa son 12 ne senin diyeceğin işe ben de buradan hiç torpaq ala bilərəm görürsən. 14 tur. Yo istəmirəm. Biraz daha da 12 tur daha dayanın. 12 tur daha dayansalar aslında çok yaxşı olacaq. 3 tur, son 3 tur, son. Ay mən niyə hücum başlatdım ki mən? Siz bir şekilde bunlar toplanmadan, yüzlerini geri kazanmadan ben hücum edeyim. Sırbistan'da ben savaş elan etti. Sen ne alaka? Ay savaş elan edeyim. Ölçü 1 idi oldu 3. Gazamız mübarek olsun. Gazamız mübarek olsun. Ama birinci saldırımız sabah olmadı. Yine hiçbir şey olmadı. Ha tamam bir taraftan hücum eləyə artık. Necə ola bilmirik? Bir dəqiqə savaş planında deyiləm mən bəlkə. Ona görə alamıram. Plan, saldırı planı. Biraz daha ordu lazım. Biraz daha ordu. Daha çox ordu lazım. Mən niyə hücum elədim ki bunlara? Keşke eləməsəydim. Çıxartmalarımın hansı boş olur. Boşuna gedir. Aa necə aldılar orayı? Mən hücum eləməsinlər. Mən tez bir şekilde buraya ve buraya ordu gönderin. Aha. Da orası boş niye kaldı? Ne? Ne alaya? Siz bana bura verin bitsin her şey. Her şey bitsin. Tamam hadi beraber olaq. Əfv eləyirəm sizə.
Ben ne elədim? Ben niye gittim de Rusya'ya hücum elədim? Neyse dostlar, bu bölümlük de bu kadar olsun. Gelecek bölüm Sovyet Sosyalist Azerbaycan Cumhuriyeti karşısında Rusya. Eğer siz de içeriklerimi hoşunuza gelirse kanala like atıp da videoyu beğenmeyi unutmayın. Sağ olun, sağlık kalın.